Azərbaycan Respublikasında fiziki şəxslərin vergi öçatı ilə bağlı qaydalara dəyişikliklər edilib. Müvafiq qərar İqtisadiyyat Nazirliyinin kollegiyası tərəfindən 18 fevral 2026-cı tarixdə qəbul olunmuşdur. Dəyişikliklərə əsasən vergi ödəyicisinin öçata alınması, yenidən öçata alınması və öçatdan çıxarılması ilə bağlı müddət 40 gündən 15 günə endirilib. Vergi məcəlləsinin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi orqanında öçata alınmaq üçün verilmiş ərizə formasında olan məlumatlarda hər hansı dəyişikliklər baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir. Bununla yanaşı qaydalara yeni bənd əlavə edilib. Yeni tələblərə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduqda və ya iflas prosesi başa çatdıqda bu barədə 15 gün müddətində vergi orqanına məlumat verməlidir. Qanunvericilikdəki bu və digər yeniliklərdən anında xəbərdar olmaq və mühasibatlığınızı sığortalamaq üçün səhifəni izləməyi unutmayın. Suallarınızı rəy bölməsində gözləyirəm. Sağ olun.